1929-cu ildə Amerikalı astronom Edwin Hubble'ın kəşfi ilə kainatın böyük bir partlayış nəticəsində ortaya çıxdığı məlum oldu. Edwin Hubble'ın kəşfinə əsasən qalaktikalar həm bir-birlərindən, həm də bizdən daha da uzaqlaşırdılar. Və bu elm tarixində redshift, yəni qırmızıya sürüşmə olaraq bilinən bir hadisənin nəticəsi idi. Qırmızıya sürüşmə nədir? Belə ki, müşahidə olunan ulduzlara doğru hərəkət edən işığın spektri bənövşəyə doğru, müşahidə edilən ulduzdan uzaqlaşan işıqların spektri isə qırmızıya doğru sürüşür. Bu necə təsəvvür edə bilərik? Təsəvvür eləyək ki, bizə bir avtomobil yaxınlaşır və bu avtomobil sürətlə bizdən uzaqlaşır. Necə ki, avtomobil sürətlə bizdən uzaqlaşdığı zaman o səsi daha da incəlməyə başlayır, qırmızıya sürüşməni də bu şəkildə başa düşə bilərik. Hətta bizim gözlərimiz rənglərə qarşı hədsiz həssas olsaydı, o halda bizə yaxınlaşan avtomobilin bənövşəyə doğru rəng dəyişdirdiyini, bizdən uzaqlaşan avtomobilin isə qismən də olsa qırmızıya doğru rəng dəyişdirdiyini müşahidə edə bilərdik. Və ulduzların, qalaktikaların yaydıqları işığın spektrini qırmızıya doğru sürüşməsi onların həm bir-birlərindən, həm də bizdən uzaqlaşdığını göstərirdi. Bu isə kainatın daha da genişləndiyi mənasına gəlirdi. Əgər kainat daha da genişlənirsə, o halda keçmişə doğru getdiyimiz zaman daha kiçik kainat modelləri ortaya çıxır və lap keçmişə getdiyimiz zaman sıfır həcm ortaya çıxırdı. Və hal-hazırda elmin qəbul etdiyi nəticə bundan ibarətdir ki, kainat təxminən 12,7 milyard il bundan əvvəl yoxluqdan var edilmişdir. Və bu nəzəriyyədə Big Bang, yəni böyük partlayış nəzəriyyəsi adlandırılır. Böyük partlayış nəzəriyyəsini ilk olaraq kəşf edən Edwin Hubble deyildi və daha əvvəllər Albert Einstein özünün ümumi nisbilik nəzəriyyəsinə əsasən kainatın genişləndiyi nəticəsinə gəlmişdi. Amma həmin dövrdə qəbul edilən materialist dünya görüşünə görə bu qəbul edilməz idi, yəni kainatın genişləndiyi qəbul edilməz idi. Çünki həmin dövrdə kainatın əzəli və əbədi olduğu, sonsuz olduğu düşünülürdü və Einstein də belə uyğunsuz bir nəticəni aldığına görə öz hesablamalarına kosmoloji sabit adlanan bir əmsal əlavə etdi və daha sonradan bu əlavə etdiyi əmsalı karyerasının ən böyük səhvi olaraq adlandıracaqdı. Yaxşı, bəs böyük partlayışın sübutları təkcə kainatın genişlənməsi ilə bağlıdır. Bu qətiyyən belə deyil. Daha sonradan George Gamow apardığı riyazi hesablamalar əsasında kainatın ilk başlanğıcından etibarən müəyyən radiasiyanın qala biləcəyini hesabladı. Daha sonraki dövrlərdə bu radiasiya qalıqları da tapıldı. Belə ki, 1965-ci ildə Robert Wilson'dan Arno Penzias apardıqları hesablamalar əsasında bu kainatın ilk dövrlərindən qalan radiasiyanı kəşf etdilər və bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər. Kosmik mikrodalğalı fon şüalanması adlanan bu radiasiya kainatın hər hansı bir yerindən gəlmirdi. Yəni, hər hansı bir mənşəyi yox idi, kainatın hər yerinə bərabər olaraq paylanmışdı. Bu da kainatın ilk dövrlərindən qalan həmin o radiasiyanın isti sıx halını göstərirdi. Və daha sonra 1989-cu ildə George Smoot və NASA komandası Kobe adlı süni peyki kosmosa göndərdilər və bu süni peyk kosmosa çıxdıqdan 8 dəqiqə sonra yer kürəsinə həmin bu kosmik mikrodalğalı fon şüalanmasının qalıqlarını göndərdi, siqnallarını göndərdi və bu kəşflərinə görə də George Smoot Nobel mükafatına layiq görülmüşdü. Kainatın sonsuz olmadığı, bir başlanğıcı olduğunun başqa bir dəlili isə hidrogen və helyum nisbətidir. Belə ki, ulduzlarda hidrogen helyuma çevrilir və bunun nəticəsində istilik və enerji ayrılır. Əgər kainat sonsuz olsaydı, o zaman sonsuz zaman ərzində ulduzlardakı hidrogen tamamilə yanıb helyuma çevrilməli idi və nəticədə bütün ulduzlar hal-hazırda sönməli idi. Amma ulduzlarda hal-hazırda istilik və enerjinin ayrılması, bu nüvə reaksiyalarının davam etməsi onu göstərir ki, kainatın əslində bir başlanğıcı var, kainat sonsuz deyil. Bütün bu sübutlar materialist fəlsəfənin sonsuz kainat iddiasını tamamilə əsassız edir və kainatın bir başlanğıcı olduğunu sübut edir.